Məhsul seçimi necə aparılır və ən çox tələbat olunan məhsullar hansılardır? Ümumiyyətlə eBay-dən söhbət gedirsə, ilk öncə bunu vurğulamalıyam ki, bu biznesə başlayarkən ağlınıza tutmayın ki, mən sırf misal çəkim, saat satacam, ayaqqabı satacam və yaxud da ki, hər hansısa bir geyim və yaxud da ki, ləvazimat satacam. Belə deyil. eBay-in üstün tərəfi orasındadır ki, burada universal şəkildə hər bir əşyanı sata bilərsiniz. Məsələn, bir qıraqda xırdavat satarkən bir digər qıraqda yemək və yaxud da ki, qidaət hər bir şey sata bilərsiniz və buna uyğun olaraq bu yola davam etdikdə məhsul analitikasını da buna uyğun aparmalısınız. Bunun üçün bizim zaten dərs keçdiyimiz belə deyim platformalar var. Bunların elə ən birinci öndə gələni Zik analitik proqramıdır ki, orada doğru şəkildə məhsulun tapılmasını, axtarılmasını, daha çox qazanc verən məhsulu necə tapmaq lazımdır, hər bir nüansı zaten izah edirik və maksimum bu izah 15-20 dəqiqə çəkir ki, tələbə bizim dediyimiz taktiklərlə doğru məhsullar tapıb bu işə başlaya bilir.